atasın vurum ya uşağı. Dedi boynunun boğazının ağırlığını görmürsən, sanki hədəf göstərir. Deyir əyləşdi diz üstündə nişan aldı. Ox gəldi uşağın boğazına sancıldı. Ox uşağın boğazına sancılanda deyirlər ki başı az qaldı üzülsün, gəldi düşdü İmam Hüseyin əleyhissalamın qollarına. Mən deyərdim İmam Hüseynin ən çətin vaxtlarından biri Kərbəlada bu vaxt idi. Ən çətin vaxtlarından biri idi. Deyir, baxdı göyə dedi, ilahi sən görürsən deyə bu müsibətə dözmək mənə asan olub, yoxsa mən dözə bilməzdim. Bu sənin gözünün qarşısındadır, sən şahidsən, ona görə mən dözə bilirəm. Yazırlar tarixçilərin hamısı yazır ki, ovucunu Əli Əsgərin qanı ilə doldurdu.